Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda evdə asan üsulla ləzzətli şəki mindalının hazırlama qaydası olacaq. Mindalı hazırlamaq üçün tavanın içərisinə 1 stəkan şəkər əlavə edirəm. Üzərinə stəkanın başından 2 barmaq əskik su əlavə edirəm. Qazın orta temperaturunda qarışdırıram. Gözləyirəm ki, şirə qaynasın. Şirə qaynayan kimi içərisinə 300 qram qovrulmuş fındıq əlavə edirəm. Hərdən qarışdırıram. Şirənin miqdarı azalan kimi dayanmadan qarışdırıram. Get-gedə suyu tam çəkilir. Suyu çəkilən kimi üzərinə 10-15 qram kərə yağı əlavə edirəm. Qarışdırıram, kərə yağı tam əriyir. Yağ əriyən kimi üzərinə yarım stəkan da şəkər pudrası əlavə edirəm. 1-2 dəqiqə qarışdırıb ocaqdan götürəcəm. Pudranı yarım stəkan şəkərlə də əvəz etmək olar. Ocaqdan götürürəm ki, üzərindəki pudra yanmasın. Artıq gördüyünüz kimi şəki mindalı hazırdır. Tam soyuduqdan sonra ağzı bağlı qablarda saxlamaq lazımdır. Gördüyünüz kimi asan üsulla mağazalarda od bahasına satılan ləzzətli şəki mindalı hazırladıq. Hazırlamağa dəyər.